Bakıda yerləşən məşhur qaynana restoranına baş çəkən Türkiyəli turist xidmət səviyyəsindən ciddi şəkildə narazı qaldığını Önümde bildirib. çekemiyorum çünkü anlatacaklarımdan dolayı döverler diye. O yüzden böyle ara sokakta çekiyorum arkadaşlar. Gelmeyin. 32 gün.az xəbər verir ki, Bir saat sifariş yemək, verdiyi bir yeməklərin saat. bir saatdan gec Benim üç kere gəldiyini unutulur mu? və dəfələrlə unudulduğunu Yemek ayrı iddia edən geldi. turist Ekmek çəkdiyi ayrı video geldi. ilə digər Yok, insanları ayrı buraya geldi. gəlməməyə çağırır. Onları geç getirdiler arkadaşlar. Ve var ya saatlerce bekledik. Nedir ya? Biz bu hizmeti hak etmiyoruz arkadaşlar. Turist Gerek yok, paramızla göstərilən rezil xidmətin olmak. ödənilən pulun dəyərinə uyğun abi. olmadığını qeyd edib. 32 gün.az yazır ki, qaynana restoranının real, hüquqi və rəsmi sahibi rəsmi sənədlərdə də qeyd olunduğu kimi Bridge Group of Companies holdingidir. Holdingin rəsmi rəhbəri və təsisçisi tanınmış iş adamı Yaqub Hüseynovdur. O portfelində Bridge Plaza, Bridge Logistika Mərkəzi, Hamambad kompleksləri, Sultan Inn, Molakan Inn, Seven Rooms mehmanxanaları, habelə Cazmin və Bahar Kafe kimi premium iaşə obyektləri də daxil olmaqla zəngin əmlak şəbəkəsinə sahibdir. Holdingin rəhbəri Yaqub Hüseynov eyni zamanda ölkənin tanınmış futbol klublarından olan Sabah futbol klubunun da sahibidir və idarə heyətinə rəhbərlik edir. Bununla yanaşı, onun adı ictimaiyyətin yaddaşında daha çox bir neçə il öncə yaşanan səsküylü torpaq qalmaqalı ilə qalıb. Mətbuatın yazdığına görə, xalq artisti Zeynəb Xanlarovanın bacısı, oğlu Daşqın Nəsirovun mərkəzində dayandığı qanunsuzluqlarda Hüseynovun da adı hallanırdı. İddia edilirdi ki, Xəzər rayonunun Türkan qəsəbəsində qeyri-qanuni yollarla mənimsənilən ərazilərin sonradan alıcısı məhz Yaqub Hüseynov olub.